Kocaşılar, salamlayacaqsınız. Bugün Python proqramlaşdırma dilində OOP dünyasına dair həddən ziyadə ehtiyac olan bir mövzuya toxunacaq. Söhbət gedir polimorfizm. Proqramlaşdırma dünyasında bütün dillərdə polimorfizm var və mütləq şəkildə qarşınıza çıxacaqdır. Polimorfizm qısa olaraq onu deyə bilərəm ki, eyni adlı bir funksiya müxtəlif obyektlərdə fərqli şəkildə istifadə oluna bilir. Və bu əsas məqamdır. Məsələn, deyək ki, səsini çıxart, hər hansı bir heyvana şamil etsəm, bir fikir verin ki, səs çıxar deyirəm, başqa bir şey demirəm. Aydın məsələdir ki, artıq pişik miyav deyə səsini çıxardar, it hav-hav deyə səsini çıxardar və hər heyvan, baxmayaraq ki, eyni adlı bir istəkdir, eyni adlı bir funksiyadır, səsini çıxar. Amma fərqli şəkildə icra olunur və bu polimorfizmdir. Əgər ördək kimi yeriyirsə və ördək kimi səs çıxarırsa, deməli bu elə ördəyin özüdür deyə Python'da duck typing, ördək tipi deyə çox maraqlı, elə polimorfizm dünyasına aid bir məqam da var. Python proqramlaşdırma dili polimorfizmlərlə dolu bir dildir və onu sizə göstərmək istəyirəm. Belədir ki, yaxın durun, polimorfizm in Python getdik. Mən artıq redaktordayım və gəlin başlayaq. Bu ona qədər istifadə etdiyiniz sən demə, elə polimorfizm mövzusuymuş, amma bilmirdik. Adını artıq bilirik və gəlin ən sadə formada bir neçə məqamları göstərim. Deyək ki, operator olaraq göstərmək istəyirəm hətta. Gəlin bu ona qədər 100% bildiyinizi göstərim. Məsələn, deyək ki, 4 vuraq 2 yazıram, düzdürmü? Və icra eləsəm 8. Görəsən qeyri-adi burada nə var deyə sual verə bilərsiniz. Amma gəlin burada sadəcə 4'ün əvəzinə bu dəfə salam yazım və run edim. Voilà, bu dəfə mən error almıram, amma bir ulduz sən demə müəyyən bir yerdə riyazi əməl görür, başqa bir yerdə təkrarlayır və buna polimorfizm deyirik. Eyni bir işi görməyə hazırdır, amma fərqli nəticə alırıq. Gəlin sizə polimorfik başqa bir imkanı da göstərim. Bu ona qədər çox istifadə etdiyimiz, amma yenə də polimorfizm olduğunu bilmədiyimiz bir məqamdır. Həddən ziyadə çox biz nə istifadə edirik? Python'a yeridilmiş özünün funksiyasını len. Gəlin onu da yazım. Print və len deyim. Məsələn, burada yaza bilərəm salam. Düzdürmü? Belə bir şey yazıram və run edirəm. 5 hərfdən ibarət olduğunu, sayı mənə hərf olaraq neçə simvol olduğunu mənə bildirir. Tamam, amma çox maraqlıdır ki, hətta bunu kopyalayım və burada gedim neyniyim? Burada gedim elə bir də list açım, 22, 33, 44 deyim və yenə run edim. Bir fikir verin ki, o mənə burada, mən ona list vermişəm, yenə də işləyir. Amma sadəcə bu dəfə listin içində olan elementləri göstərir. Sən demə string versən belə müəyyən bir əməliyyatı görür və ona müvafiq olaraq işlər verir, sayı verir və mən ona list verdim. Mən daha sözü gedən string vermədim, yenə işlədi. İstəyirsiniz bura dictionary atın, istəyirsiniz bura tuple atın, fərqi yoxdur və yenə də polimorfik olaraq işləyəcək. Məsələn, bura hər hansı bir 5, 6, 7, 8 yazıram. Tuple kimi yazıram, aydın məsələdir. Və run edirəm. Mənə sayını verir. Məhz bu anda özü-özlüyündə polimorfikdir. İndi isə gəlin OOP dünyasında polimorfizmi görək və bu ona qədər öyrəndiklərimizi də tətbiq edək. Çünki polimorfizm elə ən çox da bizə OOP dünyasında, class dünyasında lazım olacaq. Amma belədir ki, polimorfizmi gələcəkdə daha da dərin göstərəcəm inşallah. Yeridilib Python dilinin özünə polimorfizm möhtəşəm bir şeydir həqiqətən də. Başqa dillərdən fərqli olaraq Python bu işdə bir nömrədir. Və nəyi göstərək? Ən bəsit, hamının bildiyi bir mövzuya keçid almaq istəyirəm. Heyvanlar aləmindən deyək ki, bir class yaradım və deyim ki, class animals, hətta belə bir şey deyim və səs çıxart. Make sound, make noise, nədirsə deyədləri. Def make sound adında qoy bir mənim metodum olsun. Bir neçə heyvan var ki, heç səsi çıxmır. Yəni səsi yoxdur. Print no sound da deyə bilərəm və yaxud da ki, sadəcə return false da deyə bilərəm. Amma gəlin deyək ki, print deyim no sound. Bir neçəsi vardır bir mənalı olaraq və hətta gedim indi bu saat mövzum olsun inheritance və deyək ki class dog yazıram və
miras olarak animals'da ne varsa götürmeye hazırdır. Güman ederim ki bu mevzuya hakimsiniz ve mesele ondadır ki burada hele ki pass koyuram ve gelin bir de class cat diyeyim. O da elə həmin animals deməli sözü gedən klasa birbaşa tabi olsun və burada da hələ ki pass qoyuram və əsas məqam nədir? İndi deyək ki bir obyekt yaratmaq istəyirəm. Dog bərabərdir və elə dog yazıram, başqa bir şey demirəm, düzdürmü? İndi bu saat belə bir şey yaza bilərəm. Mən bilirəm ki mənə miras olaraq animals'da nə varsa mənə keçid ala bilər. Və məsələ ondadır ki, artıq gedib mən görəsən printdə, gəlin biraz yuxarıda yazın. Mən görəsən printdə soruşa bilərəmmi? Dog make sound, make noise fərq eləmir. Bir səs çıxart deyirəm və hətta biraz belə bir şey deyim, run edirəm. Bir fikir verin ki no sound. No sound. Hatta məndə burada indi bu saat print'e mi verdim? Heç print'e ihtiyaç yoktur. Çünkü mən nan alacağım. Gelin bir daha run edək. No sound. Tamam. Bir dəqiqə. Axı it en azı hav edebilir mi? Düzdürmü? Hav hav. Bir dəqiqə. Ben niye sesi çıxmadı? Bax, burada polimorfik bir məqam lazımdır. Əgər eyni adda, yəni mən itə də deyəcəm səsini çıxart, deyək ki pişiyə də deyəcəm, amma elə heyvan var ki səsi çıxa bilir, elə heyvan səsi var çıxa bilmir. Məhz itlə pişiyin ki səsini biz bilirik nə olmalıdır. Mən burada polimorfik bir əmələ ehtiyacım var. Deyəcəm ki qoy eyni adda olsun, səsini çıxart desəm, def make sound, bu dəfə deyirəm ki baxmayı səndə miras olaraq heyvanlar aləmindən səsini çıxart denirkən heç bir səs olmasın, sənə ötürülürsə, animals'da bunu götürmə, özündə olsun. Çox maraqlıdır və bu səfərində eyni ad animals'da da var, make sound, dogs'da da var. Amma artıq dogs'da olan yuxarıda olanın üstünü bağlayır. Override deyirik ona. Artıq onu götürmür, özündəkini götürəcək və burada deyəcəm print, gəlin elə burada deyim have belə bir şey və run edim, niyə də yox? Eyvallah. Artıq məndə polimorfizm baş verdi. Eyni adlı və müxtəlif, bir fikir verin ki mən indi bu saat öz obyektimə yönəlirəm. Müxtəlif obyektlərdə eyni adlı funksiya fərqli özünü apara bilər və belə də baş verdi. İstəyirsiniz hətta pişikdə də həmin şeyi yazaq. Deyək ki yenə də def make sound, mən özüm deyirəm ki bax, məndə ana animals olan klassdan onu götürmə. Polimorfik olarak dəyişir ama səni ad eyni olsa da özünü fərqli apar deyirəm və burada deyirəm ki print və meow deyirəm məsələn. Niyə də yox və burada da belə bir işarə qoyum və keçid alım deyim ki bir dəqiqə. Deyim ki cat bərabərdir cat, belə bir şey yazsam və hətta yenə buranı qaldırım daha rahat olsun və yenə desəm ki hətta print yazmaq istəyirəm təzədən cat nöqtə make sound, düzdürmü? Run eləsəm hav meow. Əla, möhtəşəm bir şeydir və fikir verin ki çox maraqlı bir məqam özünü burada göstərir. Sən demə fərq eləmir OP dünyasında kimdən miras olaraq bir klass əldə eləmirsən, o mirasdan törənən hər hansı bir metod sənə gəlirsə və ola bilsin ki onda olan sənə lazım deyil, səndə fərqli olacaqsa, elə həmin klassın içində qorxmadan yazın. Yazın və içini fərqli formada təşkil edin. Bax, buna polimorfizm deyirik. Haça mən öz valideyn klassımdan metodu əldə etmək istəmirəm. Özümdə həmin adda başqa bir şey etmək istəyirəm. Bax, bu polimorfizmdir. Bir fikir verin ki bizlər inheritance nədir biləndən sonra bu işi qurmağa nə var və həqiqətən də işi şayət mənə lazımdırsa mən polimorfik olaraq öz klassımda metodu dəyişə bilərəm və yenə də deyirəm, hətta bir məqamı bir də göstərim, sən demə, mən artıq burada göstərdim, dog, cat,
Amma ilbiz deyə bir varlıq səs çıxartmır, düzdürmü? Və gəlin deyim ki, class səhv etmirəmsə snail'dir. İlbiz səhv etmirəmsə və o da canlılar aləmindən olsun və ya snail'dir ya da snails'dir və nə demək istəyəcəm? Burada deyim ki, pass yazıram. Niyə? Burada başqa metodlar yaza bilərəm, amma bura heç vaxt make sound yazmayacağım. Niyə? Çünki söhbət ondadır ki, mən snails hətta yazım, bərabərdir snail və belə bir bilirəm ki, canlının səsi çıxmır. Və həqiqətən də animalsdan səsi çıxa bilməz. Səsini istəsəm, metodunu mən burada rahat elə varislik üzərindən əldə edirəm. Yəni desəm ki, snails nöqtə make sound, onsuz da mən burada polimorfik olaraq heç nə eləməmişəm ki, sadəcə irsən mənə köçüb. No sound. İndi bu saat run eləsəm, no sound. Həqiqətən də ilbizdə nə səs var ki, səs də çıxar. Onun belə bir varlığın səs çıxarma imkanı yoxdur, amma görün, mən proqramlaşdırma zamanı özüm müəyyən edəcəm. Haçan müəyyən bir klassın həmin adda metodu olsunmu? Olsun, deməli içində nəsə dəyişəcək. Və yaxud da ki, olmasın. Niyə? Çünki elə valideynindən nə mənə gəlirsə, mən ona razıyım. O elə də özünü aparmalıdır. Ona görə də polimorfik olaraq səbəb olmalıdır. Nəyə görə yaradırsan və nəyə görə heç toxunmursan. Bu əsas vacib məqamdır polimorfizm qurarkən. Gəlin Python proqramlaşdırma dilində məzəli bir mövzuya da keçid alaq. Duck typing deyirik ona. Ördək tipi. Məsələn ondadır ki, həqiqətən də biz də klassın varlığına, tipinə heç nəyə baxmayacaq. Köbutcasına, amma bizi maraqlandıran atribut ya da metoda müəyyən formada yönələcək ki, onun içində bu varsa, bu mənə lazımdır. Və bu həmin odur. Ona görə deyirlər ki, ördək kimi qaqqıldayırsa, ördək kimi yeriyirsə, bu həmin ördəkdir. Məsələ elə burada mənim klasslarımın daha animals adında bağlantısı, ana klası yoxdur. İrsən heç nə almır. Sadəcə dog və cat klasslarında fikir verin ki, make sound adında eyni adda, amma fərqli iş görən metodlar var. Snail'da heç o da yoxdur. Amma görün nə etmək istəyirəm. Mən birbaşa heç inheritance olmayacaq. İrsən heç nə istəmirəm. Mən deyirəm ki, elə köbutcasına, bax bu make sound'a marağım var. Bax bu metoda onu da işə salım. Əgər var idisə, elə tam mən istədiyimdir. Prinsipi ilə Python'da yönəlmə deyə bir imkan var. Bir fikir verin ki, animals adında özüm bilə elə qoy elə animals da olsun. List yaradıram və bu listin içində birbaşa obyekti yaratmaq istəyirəm. Özü dəyişən olmadan. Python buna mənə icazə verir. Dog deyirəm və eyni zamanda cat deyirəm. Beləliklə iki obyekt var. Nə etmək istəyəcəm? Əslində print edə bilərəm sizə animals və run etsəm, görəcəm ki, həqiqətən də obyekt dog, obyekt cat var. Hər şey gözəldə işləyir. Mən sizə o prinsipi sadəcə göstərmək istədim. Və nə etmək istəyirəm? Biraz yuxarı qaldıraq və burada dövr etmək istəyirəm və nə olur olsun, bu klasslar nə olur olsun, hansı tipdə olur olsun, hansı işlə məşğul olur olsun, fərqi yoxdur. Heç mən baxmayacağım. Ona görə deyirlər ki, ördək kimi qaqqıldayırsa və gəzirsə onun kimi ördəkdir və adı nə olur olsun, içində varmı make sound? Bu mənə bəhsdir. Yəni for elə dövrdə birbaşa bunları kodlayıb demək istəyirəm ki, işə salıb deyəcəm ki, make sound varsa bunlara yönəlmək istəyirəm. Ona görə gəlin deyək ki, animal in animals və getdik. Elə burada deyərəm ki, make sound'un içində olsa print var deyə da print burada yazmıram. Birbaşa deyirəm ki, animal nöqtə make sound. Bu qədər. Əslində dog və cat'i elə bu birbaşa götürüb burada da yaza bilərdim, amma ayrıca yazmaq istəyirəm ki, qoy maraqlı olsun. Beləliklə, mənim üçün fərqi yoxdur, bu nə klassdır. İçində make sound varmı? Varsa bu mənim istədiyimdir. Run edirəm, haf-haf və miau-miau. Məsələ alqoritmik oradadır ki, mən həqiqətən də nə dog klassını, nə cat klassını biri-biri ilə bağlamıram.
Heç cür. Yəni ortada bir irsən ana vacib klası burada təşkil etmirəm. Gördüyünüz kimi nə dogda, nə də catdə, nə də snail'da bağlantı yoxdur. Ana animals adında klas da yoxdur. Amma görün nə edirəm? Mən özüm elə etmişəm ki, bilə-bilə onların eyni atributu ya da metodu olsun ki, mən bu işi qura bilim. Eyni zamanda gəlin bura bilə-bilə snail da verim. Snail və belə bir şey yazım. Run edim. Mən görəcəm ki, meow gəldi, half gəldi, amma sonra da mən atribut error alıram ki, make sound onda yoxdur. Tamamilə doğru deyir və məsələ ondadır ki, burada özüm artıq def make sound desəm və yönəlib burada özüm printdə, yəni print yazıram, bu deməkdir siz artıq o defin içində ürəyiniz nə istəyir, alqoritmik olaraq layihənizdə nə varsa onu yazacaqsınız. Amma mən burada deyirəm ki, no sound yadınızdadırsa, mən bunu başqa cür inheritance olanda edirdim. Amma bu səfərində error almıram. İstəyir snail olsun, istəyir dog olsun, istəyir cat olsun, mənə nə fərqi var? Make sound var mı? Var. Alqoritmik olaraq belə yönələ bilərəmmi? Özdə avtomatik qurmuşam işimi birbaşa dövrə vermişəm. Bəli. Bax, bu da çox maraqlı bir yoldur. Biz bu yöntəmə də ələ atırıq və çox maraqlı bir işi təşkil etmişəm. Bir fikir verin ki, mən klaslar arası bağlantı olmasa belə onların ortaq metodlarına əlim çatır. Polimorfizm nəinki metodlarda, hətta atributlarda var. Onu da göstərmək istəyirəm. Məsələn, klas yazaq, nə yazaq, ilahi temperature məsələn, temperature yazandan sonra da istəyərəm bir def init deyim və deyək ki, deməli vahid olaraq self.unit deyək bərabərdir. Qoy olsun Celsius, səhv eləmirəmsə belə yazılır və eyni zamanda gedib başqa bir şey də yazım. Məsələn, olsun nə ilahi? Currency, class currency və burada da 100% vahid bir nəsə olmalıdır və deyim ki, def yenə də init yazacağım və burada deyəcəm ki, self fikir verin ki, yenə də unit yazıram. Self unit və qoy vahid olsun dollar. Belə bir şey və mənim taktikam, görün nə maraqlı məqamları göstərmək istəyirəm. Mənim taktikam belədir. Bir funksiya yazım, deyim ki, def show unit. Niyə də yox, çox maraqlı bir şey olar. Və gəlin deyək ki, burada yazmaq istədiyim olsun hər hansı bir data. Belə bir şey yazım, bir parametr olaraq və burada deyim ki, return, heç print yazmayayım, çünki çox zamanda biz yazanda return yazırıq. Return data.unit. Bu qədər. Mən onsuz da bilirəm ki, unit adında mənə atribut 100% gələcək ki, mən ona yönələcəm. Və gedək printdə bu işi həll edək. Gəlin burada deyim ki, print və show unit deyəcəm. Burada obyektin özünü birbaşa verə bilərəm. Hətta data object deyə bilərəm. Daha da özümə kömək edim. Tamam. Obyekti vermək üçün mən ayrıca da elan edə bilərəm. Elə bunun içində də yaza bilərəm. Məsələn, currency deyə bilərəm. Amma aydın məsələdir ki, bax, belə birbaşa run edirəm. Dollar, əla. Amma eyni zamanda bu elə çıxır ki, mən burada birbaşa currency-nin əvəzinə gəlin bir də çağırım. Amma temperature deyim və bir daha run eləyim. Əla, dollar və Celsius. Özə fikir verin ki, mən çox rahat, gözəl iş görmüşəm. Unit işini təşkil etmişəm və burada bir unit istəmişəm. Amma bir fikir verin ki, mən heç nə deməmişəm. Amma unitləri mənə göstər, amma fərqli bir unitdir. Mən belə bir şeyi eyni zamanda İstəyərəm çevirim sözü gedən inheritance işinə də. Gəlin burada ana class yaradım. Deyim ki, class deyək ki, units.
Belə bir şey yazım və elə burada bildirim, gəlin biraz enter vurum bura və deyim ki, mən özüm bilə-bilə belə bir şey yazmaq istəyirəm. Def init, def, hətta heç def yazmayayım, deyim ki, qoy burada olsun, nə yazım ilahi, deyim ki, unit bərabərdir, no unit, belə bir şey yazmaq istəyirəm. Və temperature qoy getsin olsun unitdən, eyni zamanda unitdən, unitsdən və eyni zamanda currency də getsin olsun unitsdən. Məncə belə çox maraqlı inheritance baş verəcəkdir və nə etmək istəyirəm? Bir anlıq currency-nin, bax burada heç deyək ki, unity yoxdur, düzdürmü? Nə etmək istəyəcəm? Məsələ ondadır ki, mən indi bu saat hətta bu hissəni yığışdırıram. Çünki yönəlmə etməyəcəm hər hansı, bəyək ki, müstəqil çağırış etməyəcəm. Baxmayaq ki, bir unit istəmişəm, bəyək iki fərqli unitləri çap edə bildim. Polimorfik bir situasiyanın fərqli bir üzünü göstərdim, amma indi isə inheritance üzərindən göstərdim. Temperature'ın özünün self uniti var. Amma currency-nin yoxdur. Gedək deyək ki, özüm bilə-bilə deyəcəm ki, data bərabərdir və currency deyəcəm. Düzdürmü? Və gedim burada deyim ki, print birbaşa data unit. Bu qədər. Varıdırmı? Yəni çıxacaqmı? No unit. Çıxdı. Nə maraqlı. Tamam. Bəs mən burada gedib currency temperature desəm və run eləsəm Celsius hər növdə gəlir. Çox maraqlıdır. Buradan mən sabit saxladım. Burada unitin içində verdim. Hətta burada da mən gedim özünün unitini yaradım. Deyim ki, unit bərabərdir dollar. Bu qədər. Bunun da string olması mütləqdir. Dollar. Baxın, bu dəfə init vermədim. Amma yenə də yoxlamaq istəyirəm. Və deməli, burada deyək ki kimi currency deyəcəm və run edəcəm. Dollar. Bir fikir verin ki, mənim unitsimdə olan unit adında özünün atributu no unit idi. Amma temperature'da init vasitəsilə güman edirəm ki, bilirsiniz nədir? Unitə bir dəyər verdim. Amma eyni zamanda currency isə birbaşa özünə aid olan mən atributa eyni addan söhbət gedir. Eyni adda atributa mən dollar yazdım. Görün nə maraqlı bir imkandır. Baxın, belə bir şeylər var ki, polimorfik olaraq haçan istəsəm dəyişə bilirəm. Gəlin sonunda da maraqlı, həqiqətən də maraqlı bir qısa, aydın məsələn içini dolduracaq bir reallaşdıra biləcəm klass layihəsini yazmaq istəmirəm, amma reala doğru gedən polimorfik olaraq mənim metodlarım eyni olsa da adı, amma içi fərqli olacaq bir qısa layihə yazım və görərsiniz ki, həqiqətən də buna qədər öyrəndiklərimiz zarafat deyil. Python'ın içi polimorfizmlə doludur, bunları hər dəfəsində göstərəcəm sizə, amma artıq bugündən tanıdınız. Gəlin deyək ki, layihə var və orada ödəniş var. Ödəniş isə fərqli terminallar vasitəsilə təşkil oluna bilir. Biz buna deyirik gateway. Məsələn, Golden Pay-lə, PayPal-lə, Stripe-lə və s. və ilaxır. Və belə bir işi klasslar üzərindən təşkil etmək lazımdır. Niyə də yox? Və gəlin əslində bunu daha abstrakt olaraq yanaşmaq olar, daha da maraqlı etmək olar. Hər şeyin öz mövzunun, hər bir mövzunun öz vaxtı var. Amma deyək ki, mənim ana klassım var. Class və deyək ki, payment gateway, qoy belə bir şey özüm bilə-bilə yazım. Niyə? Çünki initial statement burada yazıla bilər. Deyək ki, ana klass var ki, əsas faktorları özündə müəyyən öncədən etmiş olur. Mən də onları reallaşdırmıram. Birbaşa keçid alıram ki, bax, ana klassın özündə belə, deyək ki, ödə adında bir metod var. Def pay və həm deməli ödənişi təşkil edə biləcəyim ana klassda pay adında metod olacaq, həm də digərlərində mütləq şəkildə olacaq. Amma ana mənim klassım ödəniş sistemi nə olduğunu hələ bilmir. PayPal-la mı olacaq, Stripe-la mı olacaq bilmir. Amma bilmədiyinə
görə də mən özüm burada süni bir error təşkil edə bilərəm əslində. Bir dəyəri deyirəm vermənə, amount deyirəm, deyək ki 5 dollar, 10 dollar və yaxud da ki manat fərq eləmir. Əslində burada unit də təşkil etmiyorlar. Məqsədim indi bu saat o deyil. Amma indi bu saat mənim işim birbaşa erase və not implemented error'u təşkil etməkdir. Özümdən süni bir error verim və hətta çox bir şey yazmıram. Deyirəm ki payment not implemented, yəni nəsə yaza bilərik. Implemented deyək ki belə bir şey yazmaq istəyirəm. Beləliklə mənim gateway payment olan hissəsindən ödənişi təşkil edə bilməlisiniz. Burada sadəcə real ilkin dəyərlər və ilkin metodlar təşkil olunmuş olur. Amma keçid alıram özümün PayPal-ına. Class PayPal. Belə bir şey yazacağım və aydın məsələ ki, nə ehtiyacı varsa qoy inheritance olaraq bütün mənə irsən ötürülmüş olsun Payment Gateway-dən və işimi davam edirəm və bilirəm ki, belə saxlasam, onda payment'də error var idi deyə not implemented erroru raise eləmişəm. Mən onu istəmirəm. Mən istəyirəm ki, özümdə deyim ki, PayPal-dan ödəniş errorsuz, yəni belə deyək də, daha mən süni error çağırmam. Özüm deyirəm ki, def pay çağırıram, self amount yerində olsun və burada sadəcə gəlin return deyim, onsuz da sonra əlim öyrəşir printi çağırmağa. Return və formatda deyim ki, PayPal heç nə deməyim, birbaşa deyim ki, amount verim, filan qədər, məsələn, dollar ya da uniti əvvəldən verməliyəm. Unit yoxdur. Gördüyünüz kimi, qısa bir implementasiya gedir, bir, deyək ki, qısa bir simulasiya. Implemented. Belə bir şey. Və nə etmək istəyəcəm? Burada deyəcəm ki, amount və dollar. İngilizcə bunu əvvəldə yazır, biz sonda yazaq. Bir problem deyil. Bir də ki, class, məsələn, Golden Pay ya da Stripe yazaq. Bu da məşhur bir gateway'dir, möhtəşəmdir əslində. Xaricilər bundan çox gözəl istifadə edir və getdik. Burada da çox şey yazmayacaq, bir çox atributlara yönələcək, bir çox configuration əməliyyatlar var, amma deyək ki, hələ ki toxunmuram, sadəcə def pay deyirəm və birbaşa amount da deyə bilərəm, amount, hətta mənə təklif edirdim, mən öz əlimlə yazdım, ilahi yazmaqda da bərbad bir hala gətirdim. Deməli, burada nə edirəm? Deyirəm ki, deməli, return formatın içində deyim ki, burada Stripe olacaq və yenə də qoy belə bir işarə deyim. Deyim ki, amount qoy olsun burada da dollar, beləliklə unitim həmişə dəyişə bilər. Bu qədər. Class Golden Pay'de yaza bilərsiniz. Class başqa da bir gateway yaza bilərsiniz. Məsələ onda deyil. Deyək ki, class işi bitdi. İmplementasiya bitdi. Gəldik ödənişə. Bir çox deməli sistemlərdə alış-veriş eləyirsiniz, sonunda checkout gəlir. Düzdürmü? Gəlin klasslardan sonra aşağıda hardasa deyim ki, def checkout belə bir şey və o checkout mənə deyir ki, hardan ödəniş keçəcək? PayPal-dan, deyək ki, Golden Pay-dən ya da Stripe-dan. Ona gedirəm ki, mənə o hardan ödəniş keçəcək? O gateway mənə ver. Mən yazam gateway adında qoy parametr yazım və nə qədər köçürəcəyimi, ödəyəcəyimi indidən bildirim. Bu qədər. Və elə buradaca return edim, yenə də əlim öyrəşsin, onsuz da sonunda printə verəcəm, tanıyıram. Özümü çox zaman da return də onsuz da bizim funksiyaların içi. Və return deyim ki, formatda deyim ki, process by və burada artıq gedib deyə bilərəm ki, hətta elə format vermişəmsə, deyə bilərəm ki, gateway nöqtə, hamısını biləm ki, pay var. Düzdürmü? Axı mən biləm ki, elə işi təşkil etmişəm ki, polimorfik olsa da, amma hamısının pay var və işləməlidir. Belə bir şey göstərmək istəyəm. Sadəcə o pay verərkən amount'u da ona vermiş olun. Bu qədər. Çox rahat, çox gözəl. Aydın məsələdir ki, əslində yönəlsəm, tipin özünü versəm, onda mən verə bilərəm ki, payment gateway verə bilərəm, birbaşa amount-a deyə bilərəm, məsələn, integer ya da ki, float, baxır sizə, int
ya float qəpiklə falanla göstərəcəksinizsə float yazacaqsınız. Amma indi bu saat yer almayım deyə onları yazmıram. Birbaşa çağırım, görüm işləyərmi? Söhbət nədən gedir? Biraz yuxarı qaldırım və istəyirəm ödəniş edim. Ən bəsit bir prosesə keçirəm. Görürsünüz ki, sən demə polimorfik olaraq bilə-bilə hər klassımda pay var. Niyə? Çünki PayPal-da ödəniş tam başqa bir xüsusiyyətlə gedəcəkdir, Stripe-da başqa cür və bu mütləqdir. Layihəmdə nəinki bu kimi ödənişlərdə bir çox fayl oxumada bəlkə hər hansı bir başqa bir hərəkətdə eyni adda edəcəksiniz, iki fərqli olacaq. Və gəlin çağırım, checkout-u çağırmaq istəyəcəm, özə gəlin birbaşa printdə deyim ki, checkout və deyirəm ki, PayPal-dan hər şey gedəcək, amma unutmayın ki, bunu belə verməliyəm və deyək ki, 340 vahid olan bir ödəniş etmək istəyirəm, $340 olacağını düşünürəm, run edirəm, process by PayPal 340 əla fikir verin ki, dollar. Amma bu ödənişi Stripe olaraq da seçə bilərdim. Hesab edin ki, saytda soruşur PayPal-la ödəmək istəyirəm, yoxsa Stripe vasitəsilə və save edib run edirəm. Process by Stripe. By deyəndə əslində via deməliyəm. Bu daha yaxşı olar. Və artıq mən görürəm ki, process via Stripe. Nə maraqlı, nə gözəl. Amma deyək ki, payment'in özündən, ana öz klassından təşkil etmək istəyirəm. Not implemented deyə mənim yazım error olaraq qarşıma çıxır. Ay məsələn ki, belə şeyləri də mən 100% error handlinglə təşkil etməliyəm. Mövzum o deyil, bunu artıq keçmişik. Amma nə gözəl, mən PayPal-la ödəməyimlə və PayPal-ın ödəniş xüsusiyyəti içindəki iş prinsipi məndə olan pulu götürəcək, PayPal akkauntumdan çıxacaq, hər şey gözəl təşkil edəcək və gör, nə maraqlı işi təşkil elədim. Amma məsələ ondadır ki, gəlin PayPal-dan bir anlıq pay hissəsini yığışdıraq, düzdürmü? Gəlin bunun əvəzinə sadəcə 3 nöqtəmi qoymağım, ellipsis nədir güman edirəm ki, bilirsiniz, yetərli olar. Sadəcə run eləsəm, not implemented, yəni gələcək. Yəni, mən ana öz klassımdan pay əldə elədim. Onun içində mən sadəcə özüm bu işi gördüm, bu işi təşkil elədim. Dedim ki, mənə xahiş edirəm, gateway göstərin. Sadəcə burada not implemented yazmışam və anladım, nə maraqlıdır. Əslində belə yönəlmələr bizim klass dünyamızda həmişə var olub və olacaq da. Polimorfizm olmadan böyük layihələr yazılmır. Düşünməyin ki, polimorfizm mövzusu bitdi. Əsla, əksinə indi başladı. İndi başladı çünki bundan sonra biz klasslara elə bir şeylər özümüz eyni adda yeridəcək ki, artıq Python özünə belə müdaxilə edə biləcək. Möhtəşəm bir şeydir polimorfizm və onu gözəl bilib və düzgün yerdə gözəl tətbiq etmək lazım. Bax, onda olacaq sizdən mükəmməl proqramçı və bu kimi kodları biz çox yazacaq ki, bu necə işləyir görək. Bu səbəblə də Kozas kanalına abunə oluruq. Bu kimi videoları itirmirik, qaçırmırıq və hər kəslə paylaşırıq. Like edib paylaşaraqdan YouTube-a da kömək edirik ki, bizim bu videolar başqalarının da qarşısına çıxsın. Beləliklə abunə olun, digərlərinə də sövq edin ki, abunə olsun, sayımız artsın. Sağ olun, sağ salamat.